öz-özümə fikirləşirəm. Sən ən azı pulsuz olan, yəni evdə otura-otura bir bəyənməni belə tıklaya bilmirsən, o qədər paxılsan. Vay, bitən məhsulları gəlin birlikdə dəyərləndirək. Dəyərləndirə də söhbət eləyək. Çox həvəslə aldığım, amma heç bir faydasını görmədiyim La Roche-dan B5 hyaluronik asid. Yəni, zərər etdimmi mənə? Yox. Bir faydasını mı gördümmü ləman? Qəti. Yəni, bir də alaram-mı? Xeyr. Bu arada mənim dəri tonum, dəri tipim daha doğrusu, qarışıq dəri tipidir. Hansı ki, hələ də dərdini bilə bilmirəm. Deməli ki, nə edirik? Bitdiyi üçün yola salıraq gedir. Və ondan sonra keçid edirəm Zepurus'dan ki, edəmədim. Zepurus'dan bu kremə, su bazlıdır. Bir faydasını gördüm mü ləman? Nə edirik? Zaten getməliydi. Ondan əlavə Biodermadan Sensibo həssas dərilər üçündür. Mənə görə faydasını gördüm mü? Sosialda görüb bəhbəhlə təriflənən, filler effekti verən hyaluronik asid tərkibli gözaltı serum heç nə. Hələ bir damcı istifadə etdikdən sonra da içindəki çirkə baxın. Yəni, demək olar ki, düzəməlli istifadə edə bilmədim. Faydasızdır. Almayın, aldırmayın. Trendyolda gəzinərkən tapdığım və bəhbəhlə istifadə etdiyim dodaq balmı. Çox gözəldir, çox yaxşıdır və mən çox bəyənirəm. Artıq bitib. Yəni, sağollaşmalıyıq ki, yenə alacağım. Eveline-dan gözaltı kontur falan, yəni heç nə apar, yəni tulla. Varsa da istifadə eləmə, yəni ki, etməmişəm, içində var. Artıq. Sonra Zepurus'dan niasinamid çox bəyəndim. Zepurus'dan niasinamidini çox gözəldir. Yenə alacağam-mı? Bəli, alacağam. Həqiqətən də əladır. Mənə görə, yəni. Klinikdən nəmləndirici. Çox bəyənirəm. Çox gözəldir. Yəni, qarışıq dəri tipləri üçün, yağlı dəri tipi üçün çox uğurlu bir seçimdir. İmkanınız çatırsa alın. Danışa bir söhbət etmək istəyirəm, məhsulları təqdim edə. Sizə də varmı elə dostlar? Dost deməyək də tanışlarınız. Nəyə ehtiyacın var? Bəlkə maddi dəstəyə ehtiyacın var. Bəlkə kömək edək falan filan deyə daima başınızın ətini yeyirlər. Amma həmişə səhifənizdə boş-boş baxırlar. Yəni, bircə dəfə də olsun sizin videolarınıza bircə bəyənmə belə etmirlər. Hansı ki, bilirlər ki, bu bəyənməklə sizə fayda verərlər. Və mən öz-özümə fikirləşirəm. Sən ən azı pulsuz olan, yəni evdə otura-otura bir bəyənməni belə tıklaya bilmirsən, o qədər paxılsan ki, mənə fayda verərsən. Sən mənə başqa nə dəstək verə bilərsən? Varmı sizin də belə dostlarınız? Hələ heç qohumlardan danışmıram. Bəzi, yəni bu reklamlardan keçək reklamlara. Hyaluronik asid ərsağındır. Əslində bunda bu potensialı bilməzdim. Çox bəyəndim. Çox sevə-sevə istifadə etdim. Və artıq bitibdir. Alaram-mı? Alaram. Eveline-dan 30+. Eveline-dan 30+. Bütün komedon elədi üzümə. Alaram-mı? Yəni, mənə görə deyil. Medipildən H8 forması çox gözəldir, amma 0. Yəni, istifadə etdim, etmədim. Yəni istifadə edirdim, nəmləndirirdimi?
Xeyr. Zərər verirdimi? O da yox. Yəni, niyə alım onda? Zərər vermədiyi üçün axıra qədər istifadə etmişəm. Biodermadan hidro serumdur. Yəni, bir güclü effektini gördünmü? Yox. Bu arada qarışıq dəri tipi üçün, qarışıq dəri tipi problemli olduğu üçün hər kremdən fayda görə bilmirlər. Biodermadan Photoderm SPF krem. SPF-dir, həm də tintlidir. Eyni zamanda da nəmləndirir. Bəyəndimdir. Bəli, çox bəyəndim. Tonal, BB, CC istifadə edənlər üçün bu çox gözəldir. Yəni, bu üzünə tətbiq et və başqa heç bir tonal tətbiq etmə. Şimdi atmıram bunu mən. Hə. Etatdan Pure vitamin C. Etat Pure vitamin C. Adını düzgün ifadə edirəm. Bayağı da bir pul vermişəm, amma mənim üzümü bu vitamin C bərbad hala qoydu. Fransanındır, ucuz da deyil. Mən alanda ucuz deyildi. Yəni, bərbad. Medipildən toner. Yox. Sanadan Hydro Booster. Çox təriflədilər, qiyməti də ucuzdur. Effekt gördüm. İsanadan birinci dəfə idi ki, mən məhsul alırdım. Yəni, istifadə etdimmi? Etdim, etmədimmi? Yəni, heç bir faydasını görmədim. Zərər verdimi? Yox. Amma, yəni, mən düşünürəm ki, baxım qulluq xətrinə qulluq etməyək. Yəni, etmirəm də. Əgər bir məhsul alıram, ondan bir fayda görmürəmsə, niyə də alım? Yəni, mən görmədim. Belə qızlar. Bəs siz qarışıq dəri tipləri, yağlı dəri tipləri olan xanımlar, siz necə? Mənim istifadə edib narazı qaldığım və ya razı qaldığımlar haqqında bir fikirləriniz varmı? İstifadə etmisinizmi? Əgər etmisinizsə, zəhmət olmasa, burada fikirlərinizi bildirin bu videonun altında. Hələlik qızlar, bundan sonraki videom yeni aldığım məhsullar haqqında olacaq.